Bir gənc hər gün öz-özünə deyirdi ki, bir siqaret nə olar ki, çəkirəm onu. İstəsəm hər an onu tərk edərəm deyirdim. İllər keçdi. Artıq həmən gün ərzində bir dəfə siqaret çəkən o gənc bir qutu siqaretə çevirdi. Artıq bir gün bir siqaret çəkən gənc bir günə bir qutu siqaret çəkirdi. Nə qədər cəhd etdi tərk etməyə, amma bacarmadı. Günlərin bir günü bir müdrik, ağıllı, bir humanist bir insan, bir adam ona deyir: sən niyə bu zərərli vərdişlərdən əl çəkə bilmirsən? O izah elədi, mən əvvəl bir dənə çəkirdim, deyirdim tərk eləyəcəm, sonra bir qutuya çevrildi. Artıq mən tərk eləyə bilmirəm, bacara bilmirəm. Həmən müdrik adam ona belə deyir. Görün nə gözəl sözdür. Deyir, ilk dəfə siqaret çəkəndə bu sadəcə bir ipək sap idi. Bir sap idi, bir dənə adi ipək sap. Amma o sap qalınlaşdıqca zəncirlərə çevrilir. Sapı qoparmaq asandır. Amma zənciri qırmaq illərlə tələb eləyir ki, onu tərk eləyəsən.